Sonra müəllif qeyd edir, ikinci həccin rükunlarından Arafada dayanmaqdır. Və bu haqda müəllif qeyd edir ki, Arafa gününün və yaxud da ki, qurban kəsilən gecənin bir müddətində, yəni bir hissəsində həmin o Arafada durmaqdır. Bu barədə də Abdurrahman İbn Ya'murun hədisini gətirir, sahabədir. Diqqət edin bu hədisə. Deməli, bu hədisdə açıq-aşkar Arafada dayanmaq həccin əsasını, özəyini təşkil edir. Yəni bu həccin rükunlarındandır. Qeyd edir ki, Abdurrahman İbn Ya'mur, Allah ondan razı olsun, deyir ki, mən Rasulullah sallallahu aleyhi və səlləm Arafada olarkən onun yanına gəldim və həmin əsnada fəcəəhu nəfərun min əhlin Nəcd. Yəni Nəcd əhlindən bir neçə nəfər gəldi ora, yəni Peyğəmbərin yanına. Və yaxud da ki, insanlardan başqa bir ləfsdə keçir ki, bir qrup insanlar gəldi. Və onlar Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdular ki, ya Rasulallah, keyfəl həcc? Həcc barəsində sual verirlər ki, həcc necədir? Yəni həccin əməli necə yerinə yetirilir? Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm burada bir cümlə işlədir. Deyir ki, əl-həccu arafətə. Buyurur ki, həcc Arafədir. Mən cəə qablə salatil fəcr min leyləti cəm'in fəqad təmmə həccuhu. Bax, bu cümləyə diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, kim fəcr namazından əvvəl, yəni sübh namazından əvvəl həmin əraziyə, Ərafəyə gələrsə, min leyləti cəm'in, yəni buradakı cəm kəlməsinin mənası insanların cəm olduğu bir gecədir. Yəni insanların cəm olduğu gecə, yəni bura deməli nəhr, leylətun nəhr də deyilir, yəni qurban kəsilən gecə və həmçinin Müzdəlifədə olan vaxt. Yəni buyurur ki, kim sübh namazından əvvəl ora gələrsə, artıq onun həcci tamamlanmışdır. Həccin isnadı səhihdir. Yəni Buxaridən başqa, eyni zamanda Müslimdən başqa bütün sünən əhli rəvayət etmişdir.